Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Orduya böyük sərmayə qoymuşuq. Azərbaycanla müharibə, Paşinyan danışdı. Kremlin Bakı və İrəvana təsiri. Son illərdə ordumuza böyük sərmayələr qoymuşuq və islahatlar aparmışıq. Birincisi, hərbi qulluqçulara peşəkar ixtisaslarından asılı olaraq maaşlarını 2 qat artırmağa imkan verən könüllü sertifikatlaşdırma proqramı mövcuddur. Bugün ordumuzda 10 minlərlə hərbiçi könüllü sertifikatlaşdırma nəticəsində sertifikatlaşdırmadan əvvəlki maaşlarından 30, 50, 100% və hətta daha çox maaş alır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Ordumuzda 700 min dram, təxminən $1800 maaş alan çoxlu sayda sıravi əskər var. Zabitlərin maaşı 1, 1,5, 2 milyon dramdan çox ola bilər. Son illərdə ordumuzun heç vaxt sahib olmadığı keyfiyyətdə və parametrlərdə çoxlu sayda müasir silah və hərbi texnika əldə edilib. Əldə edilən avadanlıq bahalı və çox sayda olduğundan buna xeyli maliyyə vəsaiti xərclənib. Amma çox vacib bir suala da cavab vermək lazımdır. Niyə eyni şey 2018, 2019, 2020, 2021, 2022-ci illərdə edilmədi? Silah və avadanlıq satmaq potensialına malik beynəlxalq tərəfdaşlarımızın demək olar ki, hamısı 2 əsas səbəbdən Ermənistana silah satmaqdan nəzakətlə imtina edib. Birinci, onlar bu silahların Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda yerləşdirilməyəcəyinə əmin deyildilər. İkinci, onlar bu silahların gizli parametrlərinin KTMT-yə ötürülməyəcəyindən əmin deyildilər və sözü gedən təşkilata da üzvlük buna əngəl idi. 2022-ci ilin sentyabr ayından etibarən KTMT tərəfdaşlarımız Ermənistanın təhlükəsizliyinə və ərazi bütövlüyünə zəmanət vermək üçün bizimlə bağladıqları müqavilə öhdəliklərini yerinə yetirməkdən imtina etdilər. Onlar həmçinin Ermənistanın artıq ödədiyi 100 milyonlarla dollar dəyərində silah və avadanlıq tədarük etməkdən imtina etdilər. Bu, Ermənistan üçün təhlükə yaradırdı. Dövlətçiliyimizi məhv etmək və suverenliyimizi ləğv etmək qərarının verildiyi açıq-aydın görünürdü. Bu ölümcül təhlükə 2 həlledici hadisə nəticəsində aradan qaldırıldı. 6 oktyabr 2022-ci ildə Praqada 4 tərəfli formatda əldə edilən siyasi razılaşma. Bu razılaşmaya əsasən Ermənistan və Azərbaycan 1991-ci il Almatı bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır və Ermənistanın KTMT-dəki üzvlüyünü dondurur. Biz bu strategiyanı ardıcıl olaraq davam etdirəcəyik. Açıq şəkildə bildirmişik və bildiririk ki, Ermənistan ordusunun beynəlxalq səviyyədə tanınmış 29.743 kvadrat kilometrlik ərazisini müdafiə etməkdən başqa heç bir vəzifəsi yoxdur və beynəlxalq müqavilələrə əsaslanan sülhməramı missiyalarda iştirak etməkdən başqa heç bir vəzifəsi olmayacaq. Ermənistanın işğal olunmuş ərazilərinə gəldikdə isə, Ermənistan və Azərbaycan demarkasiya komissiyalarının birgə fəaliyyəti haqqında qətnamədə qeyd olunan bu məsələ ilə bağlı qərar artıq hər iki ölkədə ali hüquqi qüvvəyə malikdir və məsələ demarkasiya prosesi zamanı həll olunacaq. Amma onu da vurğulamaq istəyirəm ki, biz müharibəyə hazırlaşmırıq, çünki müharibə olmayacaq. Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub və sülhdən daha etibarlı təhlükəsizlik zəmanəti yoxdur, o bildirib. Rusiya, Ermənistan və Azərbaycan arasındakı münaqişədə xarici moderator mövqeyini itirib. Bu barədə Finlandiya Müdafiə Kəşfiyyat Agentliyinin 2026-cı il üçün hərbi kəşfiyyat icmalında bildirilib. Rusiya Cənubi Qafqazda mühüm oyunçu olaraq qalır, baxmayaraq ki, onun təsiri azalıb. Ermənistan və Azərbaycan arasındakı münaqişədə xarici moderator mövqeyini itirib və hər iki ölkənin Rusiya ilə münasibətləri zəifləyib, hesabatda qeyd edilib. Finlandiya kəşfiyyatı hesab edir ki, Gürcüstan siyasi cəhətdən Rusiyaya daha da yaxınlaşıb. Rusiyanın əsas məqsədi qlobal təsirini artırmaq dəyişməz qalıb. Onun rejimi qərbi təhdid kimi görür və Ukraynadakı müharibədən, digər münaqişələrdən və hibrid təsirindən alət kimi istifadə edərək onu zəiflətməyə çalışır. Rusiyanın diqqəti keçmiş Sovet İttifaqı ərazisinə, xüsusən də digər məqsədlərinə çatmaq bahasına apardığı Ukraynadakı müharibəyə yönəlib, agentlik vurğulayıb. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump İranla bağlı vəziyyətin dəyişdiyini,
Tehranın razılaşma axtardığını deyib. İran ətrafında yerləşdirilən hərbi qüvvənin Venesuela yaxınlığındakı qüvvələrdən daha çox olduğunu deyən Tramp bildirib ki, diplomatiya yolu açıqdır. Onlar, İran, razılığa gəlmək istəyirlər, dəfələrlə zəng ediblər. Abraham Lincoln təyyarədaşıyan gəmisinin İran zonasına çatdığı vaxt Trumpın verdiyi bu açıqlama Vaşinqtonun 2 mərhələli planının olduğu fikrini önə çıxarır. İlkin mərhələdə hədəf danışıqlar masasında rejimin təslim edilməsidir. İran nüvə raket və nüvə proqramından, eləcə də proksi qüvvələri dəstəkləməkdən imtina edir. Ölkədə idarəçilik müəyyən qədər olsa da, dünyəvi sistemə keçir. Mövcud rejim vitrindən çəkilir. Tehranın qarşısına qoyulan tələbləri bu kontekstdə qiymətləndirmək olar. İran ətrafına qüvvələrin toplanmasının ilkin hədəfi də rejimi masada təslim olmağa məcbur etməkdir. Rəsmi Tehran hərbi müdaxilənin qarşısını almaq, İranın bütövlüyünü saxlamaq və rejimin imicini xilas etmək məqsədi ilə masaya əyləşə bilər. Vaşinqtona dialoq mesajı göndərənlərin rejim daxilində müzakirə tərəfdarı olan müəyyən qrupun olması da istisna edilməməlidir. Hərçənd İran rejiminin xarakteri Amerikanın radikal tələblərini qəbul edəcəkləri ehtimalını azaldır, bu baxımdan dialoq istəkləri daha çox zaman qazanmaq məqsədi kimi görünür. Bunu anlayan Vaşinqtonun dialoq və hücum taktikasını tətbiq etməsi mümkündür. Müzakirələr başlaya, İran tələblər qarşısında tərəddüd edəcəyi təqdirdə zərbələrlə endirilə bilər. Masada tərəddüd edən İranın təslim olması üçün ilk hücum kiçik miqyaslı ola və konkret hədəflərə hərbi siyasi rəhbərlik, eləcə də hərbi strukturlar yönələ bilər. İrana hərbi müdaxilənin miqyasının rejimin seçimindən, təslim olması yaxud müqavimət göstərməsindən asılı olacağı görünür. Rejimin dirənməsi geniş miqyaslı hücumu şərtləndirəcək. İrana geniş miqyaslı müdaxilə ssenarisində proksi qüvvələrə qarşı paralel əməliyyatın keçiriləcəyi də gözləniləndir. Siyasi şərhçi Asif Nərmanlı.